Değerli izləyicilər, hər birinizi salamlayıram. Xoş gördük. Xüsusən də məzunlar, 11-cilər. Sonradan günü münasibətilə sizlərin hər birini təbrik edirəm. İnşallah gələcək həyatınızda uğurlar arzulayıram və arzu edirəm ki, tələbə adını qazanasınız, arzuladığınız ixtisasa, arzuladığınız peşəyə yiyələnəsiniz. Və sizlərə dəstək olmaq üçün qərara gəldim ki, bugün bir sınaq paylaşım izah edərək və sınağımız insan biologiyasından biologiya elmi və insan orqanizmi, sinir sistemi, endokrin sistem, sümük sistemi, əzələ sistemi, qan damar sistemi və tənəffüs sistemini əhatə edir. Və sınaq baxmayaraq ki, 11-ci siniflərə, şans imtahanına hazırlaşanlara dəstək üçün paylaşılır, amma təbii ki, həm digər abituriyentlər, həmçinin də müəllimlər sınaqdan yararlana bilərlər. Kim əgər sınağı işləyib, ondan sonra yoxlamaq istəyirsə, əvvəlcədən sizin üçün sınağı başdan sona qədər göstərəcəm, videonu dayandırıb sınağı işləyib, daha sonra isə izahlara baxaraq yoxlaya bilərsiniz. Hər birinizə uğurlar diləyirəm. Sınağı sona qədər ekrana verdim. İndi isə sınağın izahına başlayırıq. Ümid edirəm ki, hər biriniz üçün yararlı olacaq. Fikirlərinizi, rəylərinizi rəy bölümündə qeyd edə bilərsiniz. Həmçinin əgər sınağımızı bəyəndinizsə, izahımızı bəyəndinizsə, abunə olmağı və paylaşmağı unutmayın. İlk sualımız: aşağıdakı xəstəliklərdən hansını insan heç vaxt tutulmur? Bu, insanın anadan gəlmə immunitetə malik olduğu xəstəliklərdəndir. Sualımızın doğru cavabı D variantı it taunudur. İkinci sualımız: alveolar haqqında verilən fikirlərdən hansı doğru deyil? Sayları 700 milyona yaxındır. Bu doğrudur. Çoxqatlı epiteldən təşkil olunmuşdur. Bu doğru deyil, çünki alveolar təkqatlı epiteldən təşkil olunmuşdur. Qazlar mübadiləsi burada baş verir. Bəli. Tənəffüs sisteminin strukturuna aiddir. Bəli. Kapillər damarlarla əhatə olunmuşdur. Bəli. Sualımızın cavabı B variantı çoxqatlı epiteldən təşkil olunmuşdur. Üçüncü sualımız sinir sisteminə aid olan məsələdir. Sinir toxumasının müəyyən hissəsində neyronların qidalanmasında iştirak edən hüceyrələrin sayı 200 milyon olarsa, neyronların qidalanmasında iştirak edən hüceyrələr peyk hüceyrələridir. Yəni, əgər 200 milyon peyk hüceyrəsi varsa, bundan 10 dəfə az neyron olacaq. Yəni, 20 milyon neyron və hər bir neyronda da bir akson olduğuna görə sualımızın doğru cavabı olacaq A variantı 20 milyon. Davam edirik dördüncü sualımızla. İnsanın kapillər damarlarında qan 40 mm hərəkət etmişdir. Bu müddət ərzində onun ürəyinin mədəcikləri neçə saniyə diastola vəziyyətində olar? Əvvəlcə bu müddəti tapmalıyıq. Bunun üçün biz nədən istifadə edirik? Sürət düsturundan istifadə edirik və bərabərdir S bölünsün T. Kapillər damardan söhbət getdiyinə görə biz düşünməliyik ki, V sürət, yəni kapillərdə sürət 0,5 mm bölünsün saniyədir. S-imiz məsafə 40 mm-dir. S bərabərdir 40 mm. Deməli, biz əvvəlcə T-ni tapmalıyıq. T bərabərdir sual işarəsi. Düstura görə T bərabərdir S bölünsün V olacaq. Və S-imiz 40 idi.
V-miz 0,5'dir. 40-ı 0,5'ə böldükdə bu edir 80. 80 saniyə. Deməli, bu müddət 80 saniyədir. Bu müddət ərzində onun ürəyinin qulaqcıqları, onun ürəyinin mədəcikləri neçə saniyə diastola vəziyyətində olar? Mədəciklər 8-də 3 hissə sistola, 8-də 5 hissə isə diastola vəziyyətində olur. Ona görə biz 80-in 8-də 5 hissəsini tapacağıq. 80 vurulsun 8-də 5 bərabərdir 50 saniyə. Sualımızın doğru cavabı olacaq C variantı. 5-ci sualımızda böyük qan dövranı zamanı qan hansı damarlarla hərəkət etməz? Burada doğru cavab A variantıdır. Ağciyər adı keçən damarlar hər biri, yəni hər biri deyəndə əksərən kiçik qan dövranına aid olur. Təbii ki, ağciyərin özünü qidalandıran damarlar böyük qan dövranına aid ola bilər, amma biz demək olar ki, bu haqda orta məktəb dərsliklərində məlumat almırıq. Yəni, ağciyər venası kiçik qan dövranına aid olduğu üçün böyük qan dövranında qan bu damarla hərəkət etməz. Növbəti sualımız 6-cı sual. Aşağıdakı hüceyrələrdən hansında normal halda xromosom sayı 46-dan çox ola bilər? Bu çox nüvəli hüceyrəsi olan orqanları biz düşünməliyik. Qaraciyər, endozoqlu skelet əzələsi və sümük iliyi hüceyrələri çox nüvəli olduğu üçün onlarda 46-dan çox ola bilər və təbii ki, patologiya halında, yəni burada normal hal soruşur. Yəni patologiya halında, məsələn, Down sindromu, Patau, Edward sindromu və s. digər müəyyən xəstəliklərdə xromosom sayı 46-dan çox ola bilər. Normal halda isə bu qaraciyər hüceyrəsi olacaq. Yəni sualımızın doğru cavabı B variantı. 7-ci sualımız aşağıdakı cədvəldə bəzi xəstəliklər və onların səbəbləri göstərilmişdir. Onlardan hansıları doğru göstərilməmişdir? 1. Patoloji kifoz, onurğa sütununun normadan artıq arxaya əyilməsi. Kifoz arxaya əyilmədir. Patoloji kifozda normadan artıq arxaya əyilmə, bu doğrudur. 1'ə plus qoyuruq. 2. Renit burun sellikli qişasının iltihabıdır. Bu da doğrudur. Skalyoz onurğa sütununun önə əyilməsi yox, yana əyilməsidir. Bu yanlışdır. Raxit D vitamininin çatışmamasıdır. Bu doğrudur. Anemiya leykositlərin çoxluğu yox, hemoqlobinin miqdarının azlığıdır. Bu yanlışdır. Bizdən doğru göstərilməyənləri soruşur. Ona görə 3 və 5 D variantı olacaq sualımızın doğru cavabı. Keçid alırıq növbəti sualımıza. 8-ci sual. Mürəkkəb refleks qövsünün ikinci hissəsində rast gəlinə bilər. Refleks qövsü 5 hissədən ibarətdir. Reseptor, hissi yol, mərkəz, hərəki yol və işçi orqan. İkinci hissə hissi yoldur. Hissi yolda təbii ki, hissi neyronla bağlı bir şey olmalıdır doğru cavab. Ona görə C variantı sualımızın doğru cavabıdır. 9-cu sualımız. Ürək boşluğuna birləşən damarların sayını N ilə ifadə etsək, ürəkdən arterial qanı çıxaran damar sayını necə ifadə edə bilərik? Ürəyə bilirik ki, 8 damar birləşir. Ona görə N bərabərdir 8. Ürəkdən arterial qanı çıxaran damar isə aortadır, 1-dir. Yəni, x bərabərdir 1. Və biz bu x-i nə ilə ifadə edə bilirik? 8-dən, məsələn, 7-ni çıxmaqla ifadə edə bilərik. Bu da n çıxılsın 7 bərabərdir 8 çıx 7, o da bərabər 1. Ona görə cavabımız Y variantı n çıxılsın 7 olacaq. Davam edirik 10-cu sualımızda. Sinir toxumasının müəyyən hissəsində sinir impulslarının ötürülməsində iştirak edən hüceyrələrin sayı 100.000 olarsa, bu hissədə olan akson və nüvələrin sayının cəmi nə qədər olar? Akson neyronlarda olur. Əgər 100.000 sinir impulslarının ötürülməsində iştirak edən hüceyrələr 100.000-dirsə, bu neyronlardır. Neyronların hərəsində bir akson olur. Deməli, aksonumuz olacaq elə 100.000. Nüvələr isə bütün sinir hüceyrələrində olur. Yəni, həm neyronlar, həm də peyk hüceyrələrində. Əgər neyronumuz 100.000-dirsə, peyk hüceyrələrimiz olacaq 1 milyon və bunları toplasaq, bu edəcək 1 milyon 100.000 və bizdən həm aksonun, həm də nüvələrin cəmini istəyir. Yəni, biz bunun ikisinin cəmini tapmalıyıq. Bu da 1 milyon 200.000-dir. Sualımızın doğru cavabı olacaq B variantı.
Növbəti sualımız 11-ci sual. Verilmiş orqanlardan hansı döş boşluğunda yerləşmir? Burada qaraciyər qarın boşluğunda yerləşir, digərlərinin hər birisi döş boşluğunda yerləşir. Doğru cavabımız A variantı. Verilənlərə əsasən doğru bəndi müəyyən edin. Tənəffüs havası 1500 kub santimetr, bu səhvdir, çünki 500 kub santimetrdir. Əlavə hava 1500-dür. 2000 verildiyinə görə yanlışdır. Qalıq hava 1000 kub santimetr doğrudur. Akciyərlərin həyat tutumu 3500 kub santimetrdir. Bu da doğrudur. 3-4 olacaq sualımızın doğru cavabı. Növbəti sualımız 13-cü sual olacaq. Baş beyin hissələrindən hansı işıq və səs qıcıqlarına qarşı səmt reflekslərini tənzimləyir? Bu orta beyindir. Bunu da sinir sistemi mövzusundan bilirik. A variantı sualımızın doğru cavabı. Aşağıdakı sözlərdən hansı ağac mənasını verir? Bu dendron. Dendrit sözünün mənasıdır. C variantı sualımızın doğru cavabı. 15-ci sualımız aşağıdakı əzələlərdən hansının bir ucu dəriyə, bir ucu sümüyə birləşir? Yəni bunlar bətərlər vasitəsilə sümüyə birləşmir, birbaşa sümüyə birləşir. Bu mimiki əzələlərdir. C variantı olacaq sualımızın doğru cavabı. 16-cı sualımız qanın tərkibində rast gəlinən bu hüceyrələrin əsas funksiyası oksigen və karbon qazını daşımaqdır. Yetkin halda nüvəsiz olan bu hüceyrələr necə adlanır? Oksigen və karbon qazını daşıma bu eritrositlərin funksiyasıdır. Hemoqlobin vasitəsilə bu funksiyanı icra edirlər. A variantı 16-cı sualımızın doğru cavabı. Verilən sümüklərdən hansını gövdə skeletinə aid etmək olmaz? Döş sümüyü gövdə skeletinə aiddir. Oma fəqərəsi onurğa sütunudur, gövdə skeletinə aiddir. Qabırğalar gövdə skeletinə aiddir. Boyun fəqərəsi aiddir. Çanaq sümüyü aşağı ətrafın qurşağına aiddir. Sualımızın cavabı olacaq Y variantı. Keçid alırıq növbəti sualımıza. 18-ci sualımız. Uyğunluğu müəyyən edin. Hərəkətli sümük birləşmələri hərəkətsiz və yarım hərəkətli. Və buradan baxırıq ki, alın və təpə sümükləri bunlar hərəkətsiz birləşiblər. Və hərəkətsiz 2-yə aid olacaq. Deməli, A bəndi 2-yə. B bəndi ənsə və birinci boyun fəqərəsi bunlar hərəkətlidir. C bəndi 7-ci boyun fəqərəsi, birinci döş fəqərəsi bunlar yarım hərəkətlidir. Və bunu 3-ə qeyd edərik. Deməli, 1-ə B, 2-yə A, 3-ə C, B variantı olur. Sualımızın doğru cavabı. İnsanın immun sisteminə aid olmayan orqan hansıdır? Timus immun sisteminə aiddir, dalaq aiddir, ağciyər aid deyil. Badamcıqlar və limfa düyünləri immun sisteminə aiddir. C variantı olacaq 19-cu sualımızın doğru cavabı. Aşağıdakı vəzlərdən hansının hazırladığı hormon qanda şəkərin miqdarını aşağı salır? Bu mədə-altı vəzinin hormonu insulin hormonudur. Doğru cavabımız olacaq 20-ci sualda A variantı. 21-ci sualımız cədvəldəki məlumatlara əsasən X, Y və Z-in yerinə hansı ədədlər yazılmalıdır? Deməli, bizdə neyron 5 hüceyrə, deməli, bu hüceyrələrin sayı 5-dirsə, somatik hüceyrə olduğu üçün 5-i 46-ya vuracaq, edəcək 230. Yetkin eritrosit. Yetkin eritrositlər nüvəsiz olduğuna görə bunlarda xromosomda olmayacaq. Ona görə Y bərabərdir 0. Bəzən yəni çaşdırıcı olaraq şagirdlər düşünə bilərlər ki, bu 460-dır. Xeyr, bu 0 olacaq. Yumurta hüceyrə cinsiyyət hüceyrəsidir və cinsiyyət hüceyrələrində, yetişmiş cinsiyyət hüceyrələrində 23 xromosom olur. Burada da Z 230-a bərabər olacaq. Deməli, X-imiz 230, Y-imiz 0, Z-imiz də 230. C variantı olacaq sualımızın doğru cavabı. 22-ci sualımız, onurğa beyindən 31 cüt sinir çıxır. Bu da ikinci bənddə qeyd olunub. Deməli, birinci boşluğa 2 yazarıq.
31 cüt qarışıq sinir çıxır və 3-ü də yazarıq ikinci boşluğa. Bu sinirlərin hər birinin bir cüt ön və bir cüt arxa kökü var. Onurğa beynin simpatik döş və ber şöbələrindən simpatik döş və ber burada 6 və 7 yaza bilərik. 6 və 7. Olma şöbəsindən parasimpatik sinir çıxır. 8 yaza bilərik burada. Və 2, 3, 6, 7, 8 olur D variantı sualımızın doğru cavabı. Devam edirik 23-cü sualımızla. Aşağıda verilən vəzlərdən hansıları hormon hazırlayır? Deməli, hormon hazırlayan vəzlər həm qarışıq, həm də daxili sekresiya vəzləri ola bilər. Mədə altı vəzi doğrudur. Qalxana bənzər vəzi doğrudur. Hipofiz vəzi doğrudur. Timus vəzi doğrudur. Hər vəzləri və ağız suyu vəzləri xarici sekresiya vəzisi olduğuna görə onlar hormon hazırlamır. Keçid alırıq 24-cü sualımıza. Bu verilmiş proseslərdən hansıları nəfəs vermə zamanı baş verir? Qabırğa arası əzələlər yığılır, bu nəfəs almada baş verir. Döş boşluğunun həcmi genişlənir, bu da nəfəs almada baş verir. Ağciyərlərdə təzyiq artır, bu nəfəs vermədə baş verən prosesdir. Diafraqma əzələləri boşalır, bu nəfəs vermədə baş verən prosesdir. Alveollarda karbon qazının miqdarı artır, bəli, nəfəs vermə zamanı qanda olan karbon qazı alveola keçir. 5 də doğrudur. 3, 4, 5 doğru cavabımız. İnsanın yuxarı ətraf qurşağına aid olan sümükləri qeyd edin 25-ci sualda. Bu sümüyü bu aşağı ətrafın sərbəst hissəsidir. Kürək sümüyü yuxarı ətraf qurşağıdır. Çanaq aşağı ətraf qurşağıdır. Döş sümüyü gövdə skeletinə aiddir. Körpücük sümüyü yuxarı ətrafın qurşağıdır. 2-5 olacaq sualımızın doğru cavabı. 26-cı sualımız, insanın nəfəs verdiyi havanın tərkibində olan oksigen qazının miqdarı 160 kub santimetr olarsa, nəfəs alma zamanı tənəffüs yollarına nə qədər hava daxil olmuşdur? Nəfəs alma və nəfəs vermədə, yəni alınan və verilən havanın miqdarı bərabərdir. Biz də bilirik ki, verdiyimiz havanın tərkibində 80% oksigen olur. Daha doğrusu 16% oksigen olur. Bu da 500'ün 16%i 80'idir. Yəni x vurulsun 16 bölünsün 100'ə bərabərdir 160 olaraq qeyd edə bilərək. Yəni nə qədər hava xaric etmişiksə, onun 16%i 160'dır. Və buradan da x bərabərdir 1000 edir. Yəni başqa yolla da tapa bilərik. Bir tənəffüs hərəkətində 80'dir. X tənəffüs hərəkətində 160, buradan 2 tənəffüs hərəkət edir və hər tənəffüs hərəkətində də sakit halda 500 kub santimetr xaric etdiyimizə görə yenə 2'ni 500'ə vurub 160, 2'ni 500'ə vurub 1000'i tapa bilərik. Keçid alırıq. 27-ci sualımız uyğunlaşdırma. Kapilyar, kiçik venoz və arterial qanaxma. Burada turna qoyulur arterial qanaxmaya. Deməli, A bəndini yazacaq 3'ə. Yod tinkturası sürtülür bu kapilyar qanaxmaya. Sıxıcı sarğı qoyulur kiçik venoz qanaxmaya. C bəndi olacaq ikinci varianta uyğun. Devam edirik situasiya sualımızla. Asif bütün qan qruplarından olan insanlara qan verə bilər. Deməli, Asif bütün qan qruplarından olan insanlara qan verə bilirsə, deməli, Asif 1'dir. Elçin isə bütün qan qruplarından olan insanlardan qan ala bilir. Deməli, Elçin də 4'dür. Vasifin qan qrupu Asif və Elçin ikisindən birinin qan qrupu ilə eynidir. Yəni, ya 1'dir, ya 4'dür. Vasif Asifdən qan ala bilir, lakin Elçindən qan ala bilmir. Yəni, Asifdən qan ala bilirsə, deməli, bu Asiflə eyni qan qrupuna aid olacaq. Elçindən təbii ki, qan ala bilmirsə. Əgər Elçindən də qan ala bilsəydi, 4 də ola bilərdi. Amma yalnız Asifdən qan aldığına görə, deməli, Vasif də birinci qan qrupu olacaq. Bizim elə 28-ci sualımızın cavabı bu olacaq. Asif və Vasif 1,
Elçin isə dördüncü qan qrupudur. 29-da deyir, Asif hansı qan qrupuna malik olan insanlardan qan ala bilər? Asif birinci qrup olduğuna görə yalnız birdən qan ala bilər. Yalnız birinci qan qrup. Və görək, son 30-cu sualımız necə olacaq? Elçinin malik olduğu qan qrupunu müəyyən edən alim kimdir? Elçin dördüncü qrupdur. Dördüncü qrupu müəyyən edən alim Yan Yansgedir. Əgər 1, 2, 3-cü qrup olsaydı, bu Karl Landsteiner olacaqdı. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, sınavımızın az da olsa sizlərə faydası olacaq. Sizə vaxtınızın xoş keçməsini diləyirəm. Hər birinizə təşəkkürlər.